Salam, hər vaxtınız xeyir millət. Tokyo Drift Festivalına gəlmişik. Çoxunuzun bu tədbirdən xəbəriniz var. Hələ ki sakitçilikdir, saat 8-i gözləyirik. Nail bəy yanımızdadır. Kameraya düşmək istəməsə də mən o göstərəcəm. Salamlar, hər kəsə salam. Xoş əyləncələr. Sağ ol. Başqa? Başqa etsən. Sağ ol. Nə deyə bilərsən? Hər şey əladır, yaxşıdır. Hələ ki saat 8-i gözləyirik. Buradayıq. Nail öz fikirlərini bildirməkdə əziyyət çəkir. Amma mən deyə bilərəm ki, burada atmosfer əladır. Tokyo həyəcanı hiss olunur. Bir sözlə başlayaq. Belə uzaqdan sizə göstərim vəziyyəti. Atmosfer olaraq atmosfer əladır. Biz hal-hazırda şovkar hissəsinə dayanmışıq. Arxa tərəfdə hissələrdə, yəni o hissələrdə driftkar olacaq. Birazdan drift show başlayacaq. Yuxarıda media heyəti var. Aşağıda bəzi maşınlar sığışmadığına görə aşağıda da maşınlar var. İstəyirəm onlardan da sizə göstərəm birazdan. Belə bir sözlə atmosfer bombadır. Başlayaq bir maşınlardan çəkək, göstərək. Nail, çəkəcəksən məni? Yes. Səs-küy çoxdur. Ümid edirəm səsim yaxşı düşəcək. Keçin başdan hamısını sizə bir göstərəcəm. Burada nələr var, necə maraqlı maşınlar var hamısı haqqında. Şimdi tanışlarımın maşınlarını daha ətraflı çəkərəm. Tanımadıqlarımla da belə uzaqdan görüntü olaraq. Haqqında məlumat vermərəm yəqin ki, amma görüntü olaraq yaxşı bir görüntülər təqdim edəcəm sizə də. Başlayaq. Gəldik bu hissəyə. Burada Sovetlər, Volqalar var. Növbəti hissələrə. Hamısı eyni maşınlar olduğuna görə istəyirəm maraqlı maşınlar tapım, ancaq onların üstündən çəkilişlər edeyim. Hər festivalın olmazsa olmazı Nizat bəyi görürük. Fıs olacaq. Gözəl. Gözəl. Burada bəyənmədiyim bir mövzu var, açığı. Təbii ki, özü söhbət bundan getmir. Amma heç bəyənmədim, heç. Sən də mi düşmək istəyirsən? Düşmək mi istəyirdin? Hər kəsin hər vaxtı xeyir. Hal-hazırda gəlmişik Tokyo Driftə. Deməli, etirazımı bildirim, yoxsa təriflərini bildirim? İkisini də bildirə bilərsən. İkisini də var. Bir dənə bunda bir dənə buranı çəkişdən qalır. Bəli. Ötürü üçüncü avtovağzalar. Orayla buraya arasında eyni şeydir. Görə inşallah, mən də driftkarı gətirmişəm. Bu günləri üstümüzdən ətiriyi yox. Təkərik gələcək. 205, 15, 17. Evet. Aşağıdan bura 4-5 mərtəbədir. Buradan girişləri göstərəcəm. Arxa hissəyə qalxacaqlar bura yuxarı. Mənzərə belədir. Burada təkər qızdırırlar, başlayırlar. Hündürlüyü qorxumdakı vay. Mən görürəm onları. Vay, hündürlüyü çox qorxuducu görsənir. Hal-hazırda start xəttindədirlər, buradan başlayacaqlar. GT86'dır. Arkasında Y36. Rice Club'un 07'si var. Yine GT86 var. Bir tane 36 var. Yine Machiavelli. Səhv eləmirəmsə bir dənə 30 var. Arkada da Hikmət Ustanın Y36 kompaktı var.
Digərlərini görmürəm. Digərləri yəqin içəridədirlər. Belə, elə maraqlı isə buraymış. Mən o bir tərəfdə sıxlıqda heç nə izləyə bilmirdim, amma mənə lazım olan görüntülər buradaymış. Yəqin ki, buradan bir start götürüb fırlana qalxacaqlar yuxarı. İki keçək oranı da göstərim. Millət hədsiz çoxdur. Ona görə çox da çəkiliş eləmək imkanım yaranmır. Gedir. Ümumiyyətlə media üçün ayrılmış zonada düzgün çəkiliş eləmək olmur. Ümid edirəm nəsə çəkib göstərə biləcəm. Hələ də başlamayıblar, başlasınlar şovlarını göstərəcəm onu. Teklif Azərbaycan şousunun resmi açılışı üçün Rafael Karayeva başının altında muhteşem bir xor izleyecek. Ve ondan sonra başlıyor. Xeyirli olsun. Sağ ol. İşlərin necədir? İşlərim Avtomobil sahəsindəsən də səndə. Bəli, bəli. Belə də Eşitmirik. Cavanlar, sizə çox vaxt ayıra bilmirik, çünki burada maraqlı sürüşlər gedir. Videonu bəyənin, kanala abunə olun, dəstək olun. insanlar çoxdur deyə tam narahat olur video çəkəndə biraz. Daha doğrusu kadra düşmək istəmirlər və yaxud da narahatlıq edirlər deyə biraz çətin olur görüntü vermək. Drifkarlarla elə yaxından tanışlığım yoxdur deyə açıq qərbə qalıram biraz. Amma belə göstərim hamısını yenə də gəlməyənlər üçün bir fərqlilik olsun, görsünlər. Davamlayıram Tokyo Drift'dən Azərbaycandan. Partayış həmişə kimi burada olmalı. Atmosfer var. 100 var. Necə lazım? Fərqlilik olacaq. Baxarsın da özün. Səs desibeli dəhşət yüksəkdir. Belədir burada vəziyyət. Olur belə şeylər.
drift kardır, texniki təchizatlarına buraxılır. Yoluna qoyulur. Əgər bəlkə də heç bir problemi yoxdur, motor çox qızıb deyə normal havalanmır. Belə düşünürəm, bəlkə başqa bir problem var, inşallah ki, iştirakını davam elətdirər. Teşekkürler, çok sağ olun. Növbəti təkəri taxacaqlar üstünə. Növbəti çıxış üçün hazırlanır təkər. Qaranlıqdır, qalxıram yuxarı. Şov olacaq, istəyirəm onu sizə göstərim. İstəyirəm tata biləcəm yuxarı sizə. Qalxım göstərəcəm onu. Qaralmamısan, emi? Ad günün var. Çox sağ ol, çox sağ ol. Gözlə mikrofonu söndürün. Görən insan ad gününü təbrik edirəm. 10 gündən sonra bizim ad günümüzdür. 10 gündən sonra Cəm Festival Tap orada gələk qeyd edək. Nə bileyim. Cəm Festival Tap gələk qeyd edək. Nə festivalı? Qapqarayam. Qapqarayım. Bütün driftin tozu, təkərin pası, kirisi hamısı üstümdədir. Necə? Bendadır, bunu çəkmişəm, görmüsünüz. Qarajda videolarına baxmısınız. Elmanın drift qarıdır. Təəssüf ki, Elman iştirak eləmədi. Favorita bayağı düşənə səs girəcək favorita. Bir göstər. Bax, driftə bayağı dedik burada. Tədbir bitir. Sonuna yaxınlaşmışıq. Daha doğrusu sondur. Saat 10 keçdi 20 dəqiqə. Ümid edirəm maraqlı günün maraqlı vloqunu çəkə bilmişəm. İstəyirəm şərhlərdə öz fikirlərinizi bildirəsiniz. Videonu bəyənin, kanala abunə olun, fəxri demişkən dəstək olun. Özünüzdən də müğayət olun, sağ olun, salamat qalın. Tokyo Drift Festivalda bitdi.